bəzən iddiası budur. Quran bəşər əli deyib ora. Nəsə əlavə olub, nəsə azalıb, nəsə çoxalıb. Təsəvvür edin ki, sonuncu kitab, bəşəriyyətin səadəti, bəşəriyyətin Rəbbə gedən yolu, xətti, xəritəsi bu təhrif olsa, bəşər qiyamət günü deməz ki, ya bu bəşəriyyət milyonlarla insan, ilahi bizə niyə yolumuzu göstərir? Ona görə Allahımız deyir ki, biz bu Quranın nazilini biz qoruyucuq. Mən elə əqli sübut eləmək istəyirəm sizə, ağılla istəyirəm deyim. Ağıl sizə deyir ki, bu Quran təhrif olmamalıdır. Biz Quran təhrif olsa, bura bəşər əli deyilsə, dəyişilsə, mən qiyamət günü Allaha deyərəm, ya Rəbbəl aləm, mənim günahım nə idi? Ona görə Allah Taala həm qoruyub, insanların əli ilə qoruyub. Qorunub bizə çatana qədər Aşura baş verib, hadisələr baş verib, şəhidlər və s. Bu Quran gəlib yetişib bizə, çatıb bizə. Sən təsəvvür et ki, əgər Allah mənə çağırır, elə bir nəfər sənə qonaq çağırır. Deyirsən, evi tanımıram, deyir, tap da özün bilərsən. Deyir, bilmirəm axaradır. Demirəm. Deyir, amma gəl. Ya məsələn, sənə konum atır, amma səhv atır. Mənə çağırmısan, yolumu deyir, düz at ki, bilim necə gəlməliyəm. İndi bu Quran tərif olub, mən də gedirəm bunu ilə, amma səhv istiqamətə. Onda xilqətin hədəfi sual altına gelir. Bu boyda küllü aləm bunun üçün yaranır, bu yoxdur. Və bu nə hikmətə sığar, nə məntiqə ağıla uyğundur, nə də səmimi Allahın məhəbbəti ilə, səmimiyyəti ilə əlaqəsi var. Belə olsa, hamısı sual altına gelir. Və tarixə də baxın, tarixdə də görəcəksiniz ki, təhrif eləmək istəyənlər olub, amma Peyğəmbərin ələl-xüsus imamət və o xas səhabələr var, qabağında durub bu məsələlərin. Qoymayıblar, təhrif olsun. Hətta bir hərfini qoymayıblar.